Onu bir çox formada təqdim etmək olar. Bakılı Oğlanlar Şən və Hazır Cavablar klubunun əfsanəvi kapitanı və ya Milli Məclisin vaxtilə ən gənc üzvü olmuş millət vəkili. Amma elə ali xüsusiyyətlər var ki, heç bir vəzifəyə, heç bir titula sığmır. O xalqına bağlı, vətənini sevən əsil vətəndaş idi. O, Anar Məmmədxanov idi. Nə etsəm də mən Azərbaycanlıların həyatında Parniz Bakunun kapitanı kimi qalacağam deyən Anar 1988-ci ildə məşhur Bakılı Oğlanlar Şən və Hazır Cavablar klubunu yaratdı. Onun rəhbərliyi ilə komanda 1992, 93, 95-ci illərdə Şən və Hazır Cavablar klubları arasında MDB çempionu, 2000-ci ildə isə 20-ci əsrin 10 ən yaxşı komandası yarışmasının çempionu oldu. 18 yaşında bu qədər uğurlara başçılıq etmək əlbəttə ki, asan deyildi. Azərbaycan üçün çətin vaxtlar sayılan həmin illərdə vətənpərvər Anar cəbhəni də yaddan çıxarmadı. Öz komandası ilə birlikdə döyüş bölgəsi sayılan Ağdərəyə gedərək konsertlər verdilər. Üzləri güldürməyinə ürəşdiyimiz Anar Məmmədxanov 1995-ci ildə Milli Məclisin deputatı seçilərək xalqı düşündürən məsələlər barəsində sərt çıxışlar etməkdən də çəkinmirdi. Mən 2 il bundan öncə bütün qəzetlərimizə bugün indi vətənpərvərlikdən hamıdan danışan demişəm ki, 3-cü səhifədə yazın, Qarabağı unutma. Sonra dedim ki, Dağlıq Qarabağ Respublikasının adını çəkməyin, dırnaq arasını da deməyin. Yazın, separatçı rejim, işğalçı rejim. Media sahəsində də işlər görən Anar davamlı informasiya müharibəsi haqqında düşünür və bu məcrada işlər görməyə çalışırdı. O hətta öz televiziya müsahibələrində belə insanlara nəsə öyrətməyə çalışırdı. Mən söz verdim ki, 2 il bundan qabaq internet saytını açacağım mən. Açdım. 2 həftədir bu sayt fəaliyyətdədir və Allah eləsin İngilis, Fransız və Rus dilində, Azərbaycan və Fransız dilində işlədəcək və çox insanlar oraya gedəcək. Biz iş görürük. Yəni mən bir Azərbaycanlı kimi deyirəm bunu. Və mən hesab edirəm ki, informasiya müharibəsində mən təəssüflər olsun ki, hərbi mütəxəssisi deyirəm, heç də bir şey deyə bilmərəm. Amma informasiya müharibəsində mən hesab edirəm ki, bizim imkanlarımız var ki, biz uğurları əldə edə bilək. Onun həyatı sanki öz missiyalarını yerinə yetirən qəhrəmanın macərası şəklində yaşandı və bitdi. Bu qısa ömür hekayəsində insanları güldürən, amma düşünərək güldürən Anar Məmmədxanov. Ötən illər onu unutturmadı. Yoxluğundan 14 il keçsə də, onunla bağlı hər an dünənmiş kimi xatırlanır.